Salam, hər vaxtınız xeyirli olsun, dəyərli izləyicilər. Uşaqlar, bizim bugünkü mövzumuz informatika 1-ci sinifdən dərs 4, əşyaların müqayisəsi olacaq. Qız nə üçün alma dərə bilmir? Çünki boyu çatmır, uşaqları boyu hal-hazırda balacadır və yaşına görə də hələ ki boyu balacadır. Alma daşıyan oğlan nə üçün bir tərəfə əyilib? Çünki tarazlıq pozulub uşaqlar. Çünki bir tərəfdə ağır bir şey götürür, digər tərəfdə isə çox yüngül bir şey götürür. Ona görə də onu qaldıra bilmədiyi üçün qollar tarazlıq vəziyyətinə ala bilmir və bir tərəfə əyilmiş olur. Belə. Əgər onları bərabər şəkildə bölsəydi, onda heç bir tərəfə əyilməyəcəkdi. Aha. Gəlin baxaq. Burada uşaqlar fəaliyyət bölmələrini deməyə ehtiyac yoxdur. Çünki bunlar dediyim kimi sinifdə, evdə edə biləcəyiniz bir şeylərdir. Siçan fildən kiçikdir, fil siçandan böyükdür. Bəli uşaqlar. Doğrudur. Uşaqlar, baxın, burada sırayla nümunə var burada. Sırayla düzülüb heyvanlar. Məsələn, ən böyüyü fildir. Fildən sonra keçi olmalıdır ki, keçi gəlib burada olacaq. Baxın, bax bu hissədə bir yazdığım yerdə. Sonra pişikdir, böyük olan, ən balacası isə sıçandır. Belə. Tapşırıqlara baxaq. Ən uzun qatarı göstərin, bəs ən qısa qatar hansıdır? Ən uzun qatar buradan da görünür də uşaqlar. Ən uzun qatar budur. Ən balaca qatar da, gəlin fərqli rənglərdə eləyim. Qırmızı rəngdə elədiyim qatar ən böyük qatardır. Sarı rəngdə elədiyim də ən kiçik qatardır. Belə. Bunu həll elədik. Ağacların almaları dərmək üçün hansı nərdivandan istifadə etmək lazımdır? Gəlin baxaq. Böyükdən istifadə eləmək lazımdır uşaqlar. Çünki ağacların meyvələrini dərərkən, baxın, bu hissələrdə olanlar, bu hissəyə qədər olanlar dərilə biləcək balaca ilə. Amma balaca ilə ayağına qoysa, yuxarıdakıları dərə bilməyəcək. Ona görə də balaca işə yaramır. Düzdür? Amma biz böyüyü götürsək, böyüyün birinci, ikinci pilləkənlərində oturub bu hissələri dərmək olar, bu hissələri. Yuxarısına da çıxıb bu hissələrini dərmək olar. Deməli, ağacı almaları dərmək üçün hansı nərdivandan istifadə eləmək lazımdır? Bir daha işarələyirəm, bu böyük olan nərdivandan. Sonra, nəqliyyat vasitələri ağırlıqlarına görə sıraya düzülür. Motosikletin sıradakı yerini göstərin. Motosiklet maşından, bu meşalka gedir uşaqlar. Beton daşıyan deyirik ona. Bizim kənddə adına meşalka deyirdilər. İndi bilmirəm nə deyirdilər belə. Sonra ağır olan avtomobildir. Avtomobildən sonra motosikletdir. Ən belə deyim də, arıq olanı, ən çəkisi az olanı isə velosipeddir. Belə. 4-cü və 5-ciyə də baxaq. Nərgiz Leyladan hündürdür. Leyla isə könüldən hündürdür. Hamıdan hündür kimdir? Gəlin baxaq. Bizdən soruşur ki, Nərgiz Leyladan. İndi gəlin belə bir şey eləyir uşaqlar. Bunu tapmağın asan yolu var. Baxın. Baş hərflərini yazırıq, düzdür? Nərgiz, Leyla və könül. Düzdür? Bizdən deyir, Nərgiz Leyladan hündürdür. Deməli, onda mən bunlara qiymət verirəm də uşaqlar. Məsələn, Leyliyə verirəm 2. Nərgiz Leyladan hündürdürsə, Nərgizə verirəm 3. Bizdən soruşur, Leyla da könüldən hündürdür. Deməli, könülə də verə bilərəm 1. Düzdür? Deməli, burada ən hündürü kim oldu? Nərgiz. 3'dür. Deməli, Nərgiz hansıdır? Nərgiz budur. Belə. Belə də tapa bilərsiniz, rahat. Amma belə onsuz da görürsünüz də. Burada ən böyüyü Nərgiz gedirsə zaten. Leyla da nisbətən
nisbətən balaca olan olacaq, ən balaca olan da könül olacaq. Belə. Hər qarışqanın öz evciyi var. Qırmızı və yaşıl qarışqa hündür evcikdə, yaşıl və boz qarışqa isə enli evcikdə yaşayır. Yaşıl qarışqanın evi hansıdır? Gəlin baxaq. Hər qarışqanın 3 evi var. Hər qarışqanın öz evciyi var. Qırmızı və yaşıl qarışqa hündür evcikdə Uşaqlar, buradan belə bir nəticə çıxır. Qırmızı və yaşıl qarışqa hündür evcikdədir. Yəni, deməli, qırmızı ilə yaşıl hündür evcikdədirsə, burada hündür hansıdır? Bundan budur da, uşaqlar. Düzdür, qoyun şəklini çəkin. Hündür evciklər budur. Qalır balaca evcik. Deməli, balaca evcik, burada bozun adı çəkilməyib. Deməli, bozun evciyi budur. Yəni, bunun evciyi budur. Aha. Bizdən soruşur ki, yaşıl və boz qarışqa isə elini evcikdə qalır. Burada elini olan hansıdır uşaqlar? 2 ilə 3 daha düzdür. Deməli 3 bozundursa 2 də yaşılın olacaq. Onda 1 də qırmızınındır. Belə. Deməli birinci qırmızının, ikinci yaşılın, üçüncü isə bozundur. Belə uşaqlar, bu günlük bu qədər. Ümid edirəm çalışmalarımızdan bir şeylər başa düşmüş olarsınız. Sağ olun, salamat qalın. Gələn dərslərdə görüşərik. Hələlik.